Hoş gördük. Çox sağ olun, Allah kömək. Zəhmət olmasa özünüzü təqdim edin. Abdullayev Qorxmaz Əlqiloğlu, Firdevsi küçəsi, ev nömrə 20-də yaşayıram. Hansı rayon? Ağsu rayon. Qorxmaz bəy, mən tamaşaçılarımız üçün xatırladım ki, siz bir dəfə də bizə müsahibə vermişsiniz. Bəli. Bu dəfəki müsahibə isə siz iddia edirdiniz. Telefon danışığında da və mən o qorxunu hiss etdim ki, siz iddia edirdiniz ki, məni burada təhlükə gözləyir. Mən qorxu içindəyəm, evimdən çölə çıxa bilmirəm, ailəmdən, uşağımdan qorxuram. Və o qorxunu hiss etdiyimiz üçün biz sizə təkrar bu şəraiti yaratdıq ki, Allah köməyiniz olsun. Oradakı vəziyyəti təşəkkür edirəm sizə. Siz izah edərsiniz ki, oradakı təhlükə nədir və eyni zamanda da sizin verdiyiniz müsahibədən sonra hansısa bir diqqət ayrıldı mı, sizə əlaqə saxlayan oldu mu, bir yenilik var yoxsa yoxdur? Xahiş edirəm, bu haqda ətraflı məlumat verin. Mənim heç bir yenilik olmadı. İlk olaraq qorxudan başlayın ki, siz təlaş müsahibə heç nə olmadı, nə yoxlamada olmadı. Ancaq bu müsahibə verəndən sonra mənə çox tanıdığım adamlar da, tanımadığım adamlar da mənə yaxınlaşaraq ki, sən get o Nadirin şəklini qoymusan ora, o Nadirin şəklini götürzəyir. Bir də ki, get orada dilindən izahat yaz ki, mən xəstə olmuşam, bilməmişəm, nə qalmışam, bu izahatı götür. Mən də götürmə, dedim ki, nəyə götürəm mən izahatı? Mən qanuni yolla dövlətim gedib xarici ölkədən vəsait harib gedib Azərbaycan dövləti burada yeyib dağıdırlar. Qadim mənə deyir ki, get orada həm də çıxış elə ki, Akifi təriflə. Yox, dedim ki, eləyə bilmərəm. Neçə dəfələrlə mən tanıdığım adamlar da olub, tanımadığım adamlar da mənə çox qorxu altında yaşayıram. Xahiş edirəm sizdən, Cənab Prezidentimizdən, Baş Prokurordan, Kamran Əliyevdən xahiş edirəm, Mehriban Əliyev xanımdan xahiş edirəm. Mənə kömək edin. Məni qorxu altında yaşayıram. Mən çox evimdən çıxıb gəlmişəm, mən rayona gedə bilmirəm. Ailəm var, uşağım var, oğlum var, mən qorxuram. Bir dəqiqə oğlum evdə, mən bir dəqiqə fikrim onun yanındadır. Mən qorxuram ki, uşağımı öldürərlər. Uşağıma bir şey eləyər, mənə bir şey eləyərlər. Bu müsahibə verəndən sonra mən qorxu altında yaşayıram. Çox adamlar göndərirlər mənim üstümə. Səbirli, təmkinli olun. Yox, belə olmaz axı mən. Yəni, gələn adamlar təhdid edirlər sizi ki... Bəli. Ki, yəni, gedin, şikayətinizi geriyə götürün, bəli. Ki, geri götür. Bu şəkillərdə, Nadirin də orada şəkili var. Nadirin şəklini götür oradan. Götürməz o. Bir də yada atan ki, mən bilməmişəm, xəstə olmuşam, izahatı bilmədən yazmışam, xahiş edirəm, müsahibəyə çıxmışam. Mən bu izahatı götürərsən, bir də orada gedib, həmin bu şeydə, müsahibədə gedib orada deyərsən ki, Akif Xəlilov yaxşı adamdır. Mən hissli olmuşam, məsəbli olmuşam, xahiş edirəm, mənə bağışlayın. Mən də razı olmadığım üçün mənə hədə qorxular gəlir. Çox hədə qorxular gəlir, çox. Deyiləsi deyir. Və yaxşı, bu siz qaldırdığınız iddialarla bağlı orada hər hansı bir yoxlamalar, yəni sizinlə əlaqə saxlayıb o məsələləri dəqiqləşdirmək falan, belə bir hal oldu, yoxsa elə heç nə. Ancaq onlar sizə təhdid edir. Bəli. Ancaq mənə adam yolu ilə qorxu altında yaşayıram. Bir də ki, mənə 204 26 76 mədən gəlir qadın xeylağı da. Nə vaxt sən 55. Həmin bu müsahibədən arada bir 3-4 gün sonra, siz Beşrə veriləndən sonra, 3-4 gün sonra zəng elədilər mənə. Səhv edirəmsə, birinci ildir, deyəsən, ikinci ildir, valla səhv eləyirəmsə. Zəng elədi ki, siz Abdullayev Qorxmaz sözü, dedim, bəli, kimlə danışıram? Adın dedi, familiyasını demədi. Dedi ki, sən burada dedi, 18 nəfər dedi, siyahı vermişəm. Biz araşdırdı, 18 dedim, 18 verməmişəm xanım. Orada mən çox siyahı vermişəm. İkinci dəfə çox siyahı vermişəm. Nazirlərə də vermişəm, hamısına vermişəm, siyahlar vermişəm. Və o hanı siyahlar? Orada siyahlar var. Siz niyə 18 deyirsiniz? Niyə elə şey müdafiə edir? Ki, dedim ki, niyə müdafiə edirsiniz da? Akif Xəlilovu. Bu fakt sübut nə qədər siyahı yollamışam, bu gətirib vermişəm, göndərmişəm məktubla. Şey vermişəm siyahları. Qadim mənə deyir ki, sən mənə deyirsən təsdiq edirsən, təqqir edirsən. Deyirəm, xanım, mən sənə nə deyirəm ki, təqqir edirəm? Siz mənə sual verirsiniz, mən sizə cavab verirəm. Yəni sizin tələbiniz odur ki, deyirsiniz ki, o verdiyim siyahıları gəlib yoxlasınlar da. Bəli. Xanım onu yoxlamır, heç bir şey. Ancaq yoxlamağın qabağında burada Nadir yazıb ki, Sosial Müdafiə Naziri. O birinci, bəli, çıxışınızda demişdiniz, orada sizə... Nicat müəllimdir. Bir də ki... Qorxmaz bəy, aydın məsələdir. O birinci təşəkkür edirik, şəffaflığın təmin olunması ilə bağlıdır ki, siz orada deyirsiniz, mən yazdığımdan yeganə Aydın adında şəxsi araşdırıblar, onun yoldaşının
müavinətini 922 manat. dayandırıblar. Bəli. Yəni digər şəxslərin yoxlamaları aparılmayıb hələ bu günə qədər. Xeyr müəllim, xeyr. Mən də bir də maraqlıdır ki, yaxşı bu 922 manata çıxıb ha. Bu Akif 2019-dan Bablı Vahidinə verib ha bu kağızı. 2019-dan çıxardıydı bütün o nə qədər verib Vahidinə yeyilib. Bəli, bundan aydın kimi çoxsunda var. Bəlkə də yoxlasa bu kağız var. Neçə nəfər çıxar, neçə qədər pullar yeyilib, yoxlanış göndərmirlər. Və bax burada yoxlasa 2019-dan bu illərin 2026-dır. 7 ildə hələ bu vərəqədə gör nə qədər pul yeyilib, Aydında nə qədər pul yeyilib. Vallahi rayonda elə bir adam var ki, adından ölür. Nə var ki, məsəl üçün müəllim, o mən dövlətin işinə qarışa bilmərəm. Bəlkə də o dövlətdə var, o qərar var. Deyəm mən 40 sot, 30 sot torpağı var, dirçəyə düşmür. Ancaq maşını olanlar, xarici maşını olanlar, müəllim, Qurana and olsun, nə bilim nələri var da, ona verirlər. 40 sot yetim əkib becərə bilmir. Rayondan deyir ki, səhə düşmür. Sektor müdürü olandan bəri sığorta bazasının çox pullar köçürülməyib dövlətə. Xahiş edirəm, o da yoxdur. Sektor müdürü olub, şöbə müdürü olub, baş müdürü olub, onun neçədir təxminən müdür işləyir. Xahiş edirəm ki, bu yoxlansın. Öyle deyir ki, mən neyəsən? Yuxarıda adam var, öyle yaxın adamda Sosial Müdafiə Nazirliyindən adamım var. Gör nə qədər güclü adamı var ki, bir dənə bu müsahibə veriləndən bəri bir dənə yoxlanış keçirilməyib. Bir dənə yoxlanış keçirilməyib. Yəni sizinlə əlaqə saxlanılmıyor, Xeyr. yoxlama gəlməyib. Yəni bugün sizə zəng vurub desələr ki, müəllim, elə bir ki, qurbanımsa və mənə heç nə bir yoxlama gəlməyib, heç bir mənə zəng eləməyib, 204 26 74 o da deyir, siyah barda deyirdi. Gördüm ki, səhv məlumat verdi. 18 dövrə adda. Mən orada çox səhv olmuşam. Mənə o əvəzinə mənə deməlidir ki, xəbərdar olmalı, telefonla zəng saxlamalıdır ki, mən yoxlanış keçir, yoxlanış. Heç bir o haqda yoxdur. Ancaq mənə qorxu gəlir. Hədə qorxu gəlirlər. mən onu da deyirəm ki, üst qurumlardan Cənab prezidentimlə səlahiyyətli şəxsin biri əlaqə saxlasa ki, biz sizlə gələk o şəxsləri bizə tanıtdırın. Bəli, Siz onu edərsiniz. Bəli, niyə demirəm? Gəlib deyərəm mən onu. Əslində bu belə olmalıdır. Bəli, Yəni, bəli. yuxarı qurumlar bir mənalı olaraq vətəndaşın iddiasına görə əlaqə saxlanılmalıdır. Ödə mən Nadirə zəng eləyirəm. Da mənlə danışırıq. 142 çox vermişəm. Danışıram. Deyir ki, iş 15 gün 3 gün müddətdə bir ay bir söz deyirlər. Müraciəti. Müraciəti deyirlər. Deyirəm xanım 5 aydır. Deyir sənin deyir iştirakın olmalıdır ki, sən deyir bizə deyir göstəriş verməlidirsən ki, biz deyir nə vaxt eləsə o vaxt sizə şey verə bilərik. Deyirəm 5 aydır bir məlumat verin da, bu nəticəsi nədir? Bu şəffaflığı da çıxartmışam. Bu aydın kağıdı. Bu deyir o elə belə şeydir. Bax burada indi bir məqam yaranır da. İndi siz bayaqları efirdən qabaq deyirdiniz ki, yoxlama gələndə də yəni fonddan, qurumdan həmin vətəndaşlara bildiriş göndərirlər. Bəli, Akif Xəlilovdan. Promo bildiriş deyəndə telefon əlaqəsi və yaxud da kimsə göndərir ki, ona deyir ki, bu günlərə məsələn yoxlama gələcək. Kimə ki ünvanını düzüb boşur ha. O ki yoxlama ki yazır, vurur kompüterə, vurur sistemə vurulandan sonra yoxlama gəlir axı. Yoxlama gələn ki, məsələn Akif Xəlilov deyir ki, adam göndərir, deyir ki, get buradan bu günlərin maşını çıxart, malı çıxart, bu gün yoxlama gələcək. Onlar gəlib yoxlama da gəlib yox ki, heç nə yoxdur. Çıxıb gedirlər. Bu ciddi ittihamdır. Məsələ burasındadır ki, yəni bu faktlar varsa, o zaman yuxarıdan, yəni nazirlikdən, belə deyək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən xüsusi komissiya ayrılmalıdır bu məsələ üçün. Bəli, mən xahiş edirəm, cənab prezidentimin başına dönərəm. Mehriban xanımə xahiş edirəm. Baş prokuror Kamran evindən xahiş edirəm. Əlin Ağayevdən xahiş edirəm. Anar müəllimdən xahiş edirəm. Anar Əliyevdən, nazirindən xahiş edirəm ki, sizə qurban olaram. Komissiya yaradılsın, gəlsin Ağsuranı yoxlasa, görək ki, Akif barəsində nə qədər yeyintilər var, nə qədər saxta ünvanlı sosial yardım alanlar var. Xahiş edirəm Anar müəllimdən ki, özü gəlsin yoxlasın. Xahiş edirəm, öz inandığı prezidentimin qurban olan prezidentimə, Mehriban xanımə qurban olaram. Baş prokuror Kamran evə qurban olaram. Nə Anar müəllimdən qurban, xahiş edirəm, özü inandığı adamlar Akifin xeyrinə əlləşir. Özləri inandığı adamlar Akifin xeyrinə əlləşir. Xahiş edirəm Anar müəllimə ki, özü bu işə ciddi baxsın. Yoxlamanı özü keçirsin. Xahiş edirəm. Onu alladırlar. Anar müəllimi alladırlar. Vallahi alladırlar. Məktublar neçəsi gedir, aşağıda oturanlar baxır, cavabsız yazırlar, yollayırlar. Anar müəllim də üstünə qaldırırlar. Cəmaatı Anar müəllim üstünə qaldırırlar.
Cənab prezidentin üstünə qaldırırlar. Çox. Aydındır. Qurban olaram baş prokuror yenə Kamran Əliyevə, cənab prezidentimizə, Mehriban xanıma xahiş edirəm məni təhlükəmə qoruyun. Mən qorxalıyım. Mən gedəmirəm. Rayona gedə bilmirəm. Vallahi gedəmirəm. Qorxuram mən. İndi bir də uşağımı oğlum yanındadır mənim də fikrim ki, oğluma nəsə eləyəcəklər. Səbirli olun. Özünüzə Öyle ələ yaxşı alın. güclü adamı var bu. Akif Xəlilovun güclü adamı var. Öyle sosial müdafiə ilə də. Harada işləyir, güclü adamı var. Heç bir dənə tık eləyəni yoxdur Akif. Akif ilində eləyir. 30 ildə əlbəttə ki çalışırsa, Bəlkə də çox deməli. Çoxdur. Siz bayaq 30 ildə bir dəfə olsa onu yoxlama gəlmir. yəni siz də iddia edirsiniz ki, kənddə sizin tanıdığınız çox sayda insanlar var ki, Rayonda var, rayonda var. Sosial yardım Kənddə də alırlar. var. Bəli, Amma rayonda var. onlara düşmür. Yəni deyirsiniz ki, onlara düşmür. Tanıdığım adamlara düşmür. Düşmür. Da elə bir ki, məsələn, Amma kasıb ehtiyacı olan da yazırlar. insanlar Eləsi var ki, mən bazarda otururam da, indi orada fəhlə kimi işləyirəm bazarda. Fəhlə kimi işləyirəm bazarda. Mən görürəm ki, neçəsi gəlir bazar, acından öləndir. Ünvanını almır. Aydın. Nə var? 20 sot, 30 sot torpağı var. 40 sot torpağı var. Vermirlər. İndi ola bilər ki, nazirin qərarında elə bir şey qanun var, ona mən girişə bilmərəm. Ancaq acından ölür, bir dənə acaq qənd tapmır yeməyə, çay içməyə. Qənd tapmır, bir çay içməyə. Ona vermir. Müraciət ediblər o şəxslər. Çoxsu müraciət edir. Və xahiş edirəm, bax, sizə qurban, siz bu çıxış şeylətdirirsiniz. Görürsünüz nə qədər bəyin gəlir, hakimin şeyinə danışırlar. Əlbəttə ki, bu Görürsünüz ki, nə qədər keçən yazırlar. səfərki müsahibəniz. Çoxsu da deyir ki, gəlin mənə deyir ki, çox sağ ol, Allah köməyin olsun, Allah razı olsun, sənə Allah balaları saxlasın, sən bu çıxarsan, deyirəm ha, elə olmalı da. Deyir, valla biz bəyan tullayarıq, qorxuruq. Biz də sən kimi qorxuruq, deyir. Bəli, onu qeyd edeyim ki, Qorxmaz bəy, sizin ötənki müsahibənizin sosial şəbəkədə yayımında, orada şərh bölümündə çox sayda şərhləri gördük ki, orada sizin dediyinizə haqq qazandırırlar ki, hələ siz az deyirsiniz. Belə bir şərhlər yazıblar ki, az deyirsiniz, çox faktlar var. Bəli. Bu, onun göstəricisidir ki, onda qanun bir mənalı orada pozulur. Bunu da aidiyyatı qurumlar əlbəttə ki, o çıxışı da görürlər. İndiki bu çıxışı sizin yayıma gedəcəyiniz, çıxışı da eşidəcəklər, görəcəklər. Mən də öz adımdan şəxsən xahiş edirəm cənab nazirdən, Anar Əliyevdən ki, xüsusi komissiya ayrılsın bu məsələ ilə. Özü ayırsın. Çünki Qorxmaz bəyin iddiası çox ciddi bir iddia irəli sürür ki, yəni orada şəxslər var ki, əlbir olublar. Yoxlama gələn zaman xəbərdarlıq olunur. O məlumatlar, daha doğrusu evdə hansısa bir yəni heyvanı varsa, maşını varsa, onları çıxardırlar, uzaqlaşdırırlar ki, yoxlama gəlib aşkar etməsin. Eləsi var müəllim, bax sözə. Bakıda qeydiyyata dura, gəlib Bakıda işləyir, hə? Gedir, ünvanlı düzə qutaran kimi bir illik. Gedirlər, düşürlər Kiriyə. Dədələrin öyü var, anaların öyü var. Yaxşı imkanlar var. Gedib düşür Kiriyə. Kiriyədən sonra başlayırlar. Yoxlama gələndən sonra təsdiq ondan sonra çıxıb gəlirlər Bakıya. O Kiriyə keçdə atırlar. Görürsünüz, bax, yəni bunları qədər siz bilirsiniz. Buna görə də lazımdır ki, mütləq şəkildə xüsusi komissiya ayrılıb, sizi cəlb eləməlidirlər o komissiyaya. Bəli. Sizinlə bu söhbəti aparmalıdırlar və həmin şəxslərə də ünvanlarını... Anar müəllim, Anar Əliyev. Bunun üçün əslində sizə təşəkkür düşür ki, siz qanunsuzluqları çatdırırsınız ki, dövlətə bu dəstəkdir. Dövlət bugünkü gündə qeyd etdiniz, ölkə başçısı çalışdırır. Xarici ölkədən pul gətirir, vəsait haline gətirir ki, bizi Azərbaycanı dolandırsın. Çox sağ ol. Biz sərbəst gəzirik də, sərbəst dolanırıq da. Maşallah, yaxşı da dolanırıq, pis dolanmırıq. Allaha şükür. Gedib vəsait tapır, gətirib bizi dolandırır. Ancaq burada məmur, Aksu, Akif kimlər yeyib dağıdırlar. Aydındır, əslində bu məsələ, təkrar deyirəm ki, yəni bura təşəkkür düşür ki, belə qanunsuzluqları siz efir vasitəsilə də bir mənalı deyirsiniz ki, mən onları sübut etməyə də hazıram. Burada qanunsuzluqlar var, gəlsinlər, ciddi yoxlamalar aparsın. Anar müəllim özü şəxsən gəlsin, yoxlasın. Ona görə ki, onun aşağıda oturanları var ha. Aşağıda oturanlar var ha. Hamısı, Allah'ın olsun, Akif Xəlilovunu çoxsu xeyirlənləşir. Valla bunu Anar müəllimin xəbəri yoxdur. Billah, Quran haqqı Anar müəllimin xəbəri, Anar Əliyevin xəbəri yoxdur. Onu aşağıda oturanlara əlbir olur. İndi sizin bu çıxışınızı Anar müəllim özü də dinləyəcək. Qurban olarım. Ümid edirəm ki,
Anar müəllim elə xüsusi komissiya ayırtdırar. Bəli, Bu bəli, məsələni bəli. öz diqqətində Bəli, saxlayır. bəli. Siz də Sektor müdürü olub, orada şey yoxlasın, sığorta bazasında yoxlasın, sığortada pul dövlətə keçirilməyib, çoxsu qalıb. Hamısı onlar da yoxlansın. tamam, yəni bu 30 iddianı ildə, 30 ildə onun sənədləri yoxlasa, Allah'ın olsun, nə bilim. aydındır. Aydındır, Bir təşəkkür də xahiş edirəm sizdən ki, qurban oluram sizə. Mənə Akif Xəlilovla Aydın mənə hədə qorxu gəlirlər. Mənə qorxudurlar. Mənə gün verib işıq verirlər. Mən qorxaq yaşayıram. Sizin bu çıxışınızdan sonra mən bir məsələni xatırlatmaq istəyirəm ki, illər öncə Ağsudan bir müsahibə alan zaman Ağsu sakinlərindən biri bizim kameralarda elə bir fəryad etmişdi ki, mən təhlükə altındayam. Məni ölümlə hədələyirlər. Bəli, bəli, bəli. Sonra qısa müddətdən sonra həmin şəxsin doğrudan da evində asılı vəziyyətdə olduğunu məlumatlar yayıldı. Düzdür, indi orada istintaqın araşdırması zamanı başqa bir məlumatlar çıxdı ortaya meydana. Amma yəni sizin bu fəryadınız məni onu xatırlatmaq etdi ki, mən onu xatırladım ki, Ağsudan belə bir hadisə olmuşdu. Müəllim, İndi siz də təkrar olaraq görürəm ki, burada ısrarla bax, üzrsən baxışlar. Aydın var abi, Aydın müəllim var. Bu Aydın da bu vətəndaş. Aydın neçə dəfələr mənə şərbətdən atıb. Allah haqqı neçə dəfə sağ olsun Ağsu rayon rəisi. Çox minnətdaram ona. Allah haqqı çağırıb mənə izahat alıb, kameralar göstərib, elib Aydın şərbətdən atmaq üçün neçə dəfələr cərimə yazıb. Yəni onun bəli, neçə dəfə çağırıb tapşırıq verir ki, bala şərbətdən atma, cinayətə tədbir olunarsan. Cərimələr neçə dəfə verib, neçə dəfə barənizdə şikayət edib, həqiqət olmadığı təsdiq oldu. Təsdiq olub, sağ olsun bizim Ağsuran rəisi, polis rəisi. Məhkəmə də sağ olsun. Məhkəmədən çox razıyam, rəisimizdən də çox razıyam. Onlar işi ləğv eləyiblər. İşi ləğv eləyirlər. Həqiqət olmadığı aşkar olub. Bəli, ləğv eləyib. Çoxsun quraq, bax bu dəqiqə Aydın'a bu qədər şərbətdən mənə atmağın Daxili İşlər Nazirliyinə ora-bura yazıb, mənə 100 neçə dəfə verib. Xahiş edirəm yoxlansın, baxırsın. Neçə dəfə 100 verib, rəis baxıb görür, mən nəzarətdən sonra danışırandan sonra özü danışdırır və rəis özü qəbul eləyir. Həftədə 2 gün doyuncan adamlar qəbul eləyir. Çox adamlar qəbul eləyir. Qəbul eləyir, görür ki, burada günahkardır. Baxmır işə. Rədd eləyir, qoyur qırağa. Görür ki, şərbətdən atır. Özünə neçə və cərimə yazdırıb Aydın. Xahiş edirəm mənə Akif Xəlilovdan mən nə başıma gəlsə olarıqdır. Qurban oluram sizə. Mənə nə eləsə olarıq. Mən oğlumdan qorxuram. Mənə oğlumu yazıq qorxaq oldu. Cavan uşaqdır. Aydındır. Ümid edirəm ki, məsələyə ciddi yanaşılacaq. Ailəmdən də qorxuram. Xəstə ailəm var. Allah kimi tildə yatırıb bir dəqiqə mən xəstə. Özdə mən nə deyir Akif? Deyir, eləmək ki, deyir. Sənin yoldaşın da pensiyasını kəsərəm, sənin də pensiya kəsərəm. Get bunu işıqlandır. Akif deyir. Akif deyir, bəli. Vətəndaşlar deyir ki, get qorxmadan ki, pensiyasını kəsərəm. Mən 50 pensiyam səlahiyyəti varmı ki? Yox, ömürlük pensiyadır. Yoldaşım bax bir dəqiqə hal-hazırda, bir dəqiqə yoldaşım mitil xəstəsidir. Çopu var, şəkər var, 3-4 var, əməliyyat olunub. Mədə, ciyar, hamısı bir dəqiqə vəziyyəti pisdir. Qan çatışmamazlığı da var. Başı cizələnir. Aydındır, o da qorxaq kimi yaşayır. Aydındır, çox... Mən ancaq pensiyadan qorxudur. Ki, sən pensiya kəsdirəcəm. Özü, keçən almışam, indi mən hədə qorxu ki, sən pensiya dəyindirəcəm. Niyə görə dəyindirirsən? Ömürlük pensiyada gəl mənə yoxlasınlar da. Mən bir dənə xahiş edirəm, bir xəstəxana ayırsınlar. Gedim mən xəstəxanada yatım, bütün ciyarlarımı, bütün xəstəliyimi hamısı çıxardım. O xəstəliyinizlə bağlı müalicə alırsınız da, yəni. Allahımda yenə almaq da istəyirəm. Aydın. Bəli, alım, mən orqana verim ki, ala, bax, gör mən xəstəyəm, xəstə deyirəm. Aydındır. Ümid edirəm ki... Sizə də təşəkkür edirəm. Allah sizin köməyiniz olsun. Mən inanmırdım ki, siz müəllim məni qəbul edəsiniz. Ki, siz gördünüz ki, mən dəhşət qorxuram. Qorxu siz məni qəbul edin ki, nəsə baş verər. Çox sağ olun. Sizə minnətdaram. Qurban olaram sizə. Çox sağ ol, baş olun. Sağ ol.